Bakıda 500 min, 600 min sənədsiz ev var da. Bunlar kim icazə verir? Mümkündür sizcə, Tural bəy, bir anlıq fikirləşin ki, Bakıda nəsə icazəsiz nəsə tikmək mümkündür. İcra başçıları var, siz indi bilmirəm, eşitdiniz ya. Axşam vaxtı paltarlarını dəyişib başqa köhnə maşınla öz ərazilərini gəzirlər ki, görək kim harada nə tikinti eləyirsə və gedək pul alaq. Sizcə bu boyda evləri pulsuz mümkündürmü tikmək, rüşvətsiz, hansısa məmur, rüşvət verən var ya, haqsızdır, tutaq ki, vətəndaş haqsızdır, rüşvət verir, amma rüşvət alan da var axı. Rüşvət alan mı daha var ya Tural bəy? Bir tərəfli yanaşmamaq lazım. Mən yox, bir tərəfli yetim ev tikmək istəyir. Denən ki, qardaş olmaz. Məsələn, sizə icazə verərlər Dom Sovetin qabağında, hökumət binasının qabağındakı meydanda ev tikməyə? Qətiyyən, əlbəttə. Mən istəyirəm orada, istəyirəm gecə qondu tikim, tikə bilərəm bir gecəyinə. Mümkün deyil də. Elə də Xırdalanda, mümkün deyil Sultəpədə, mümkün deyil Masazada. Ev tikən vətəndaş onu bir analiz eləməlidir. Baxmalı gözün bunun kanalizasiya xətti var, yoxdur. Bilirsiniz bunun su xətti var, yoxdur. Tikən vətəndaş bilirsiniz nəyə analiz eləyir? Görün mən bu kirədən canımı necə qurtaram, ucuz qiymətə başını soxmağa bir yer olsun. Yəni nə kanalizasiya, nə su, adam küçədə qaldı. Birinci onun dam lazımdır, başını soxsun. Sonra su, kanalizasiya, nə bilim elektrik filan, sonra bunlar sonra gəlir.